Bu mükemmel salatı gelsek denelim. Bir nefes aldım, hatıran içtim, ardından kimlere kaldım. Bıraktın beni sen denize doğru gel gel. Rüzgar esince gel gel. Denize doğru gel gel. Rüzgar esince gel gel. Çabuk ol da gidelim, dökülen yaprakları dikelim. Kış olur ben üşürüm, durmam buralarda. Çabuk ol da gidelim, sökülen yaprakları dikelim. Kış olur ben üşürüm, kalmam buralarda. Bilmem buranın ben yedim. Sattılar değilmişti. Bıraktım seni yalnız başına, bir nefes aldım, hatıranı içtim Semestrin son içeceğinden salamlar. Biraz fısıldayıp harcadım. Sonra yatıp saat 5'ti. Elim yandı. Neyse. Şimdi yüzümüze serumlarımızı, kremlerimize vurup hazırlaşmaya başlayacağız. Hava yağışlıdır. Ona göre saçımı elemeyeceğim. Her an yağış yağabilir ve saçım bozulabilir. Ne gerek var? Bunlara göre sonra yağış yağdı. Ne yapacağız? Öyleyeceğim, sesim daha yağış yağdı. Şimdi kremlerimi vurup devam edeceğim. Vlogun başlarında falan arzum bir de gireceğim. Ama ne kadar başında da onu da bilmiyorum. Oradan bir çaksmaz bir de SPF almıştım. Hayatımda işlediğim en iyi şey SPF olabilir. Yüzümü sevdirmedi. Daha yaxşı geldi diyebilirim. Bunu yedim falan aldım. Çok yaşadım. Farms'da indi. Hava çok da güneşliydi. Ama hiç olmaz. Normalde kışta da zaten SPF olmaz. Ay mikrofonum ağzıma sokmuştum. kimlere kaldım. Bıraktın beni sen denize doğru gel gel. Rüzgar esince gel. Olaylara çözmemiş olabilirim. Ondan da olabilir. Neyse. Semestrin son günü de. Ona göre vlog çekmeye kararına gelmişim. Mikrofon buradadır. Yani mümkün değil. Yaşadım. İki Zeynep yaşadım. Yaşlandık. Şey, 3. kursu. Yani. By the way, takipçilerimin mən iş görüşməsinə getdiyimdən də xəbər yoxdur. Aha, deməli bir Instagramda bir vakansiya gördüm. Hemen yazdım ki, beni işe alır mısınız? Çağırdılar məni müsahibəyə. Müsahibəyə çağırmadılar. Şirkət məni görüşməyə çağırdı ki, mən də bilirdim, promo iş görüşməsidir. İş görüşməsi demiş. Şirkət məni çağırdı. Getdim, müqavilə imzalatdılar falan filan. Göndərdilər mənə bahar sonra müsahibəyə. Getdim sonra müsahibəyə. Məndən əvvəl 2 dənə qız var idi. Biri girdi, birini bir 40 dəqiqə falan müsahibə aldı. Dedim, yəqin hamını belə alacaqlar da. İkinci qız 5 dəqiqə çıxdı. Dedim, what the fuck? Nə olay? Kurt şübhələndi orada. Təkcə Targov filialına işçi axtarmırlar axı. Digər filiallara normal dil biliyin olmasa da gedib işləyə bilərsən.
Nəysə mən girdim, baxdı CV-mə ingilis dili. Dedi, onda ingiliscə devam edik. Ondan sonra başladıq ingiliscə. İşi danışdı mənə falan filan. Qadın çox tatlı idi, çox bəyəndim. Formamız adi cins şalvar, üstünə ağ bir şeylər. İş növbəsi Targov filialı digər filiallardan 1 saat daha geç başlayır, 1 saat daha geç çıxırsan. Altı bazarlar 11-də işdən çıxacaqmışam. Mən yəni evdə birin yarısına falan çatacam. Atam bu fikirlə nə qədər razı deyil bilmirəm, çünki deməmişəm. Evə gələndə uje biləcək ki, mən uje 11-də işdən çıxıram. Maaş haqqında məlumat Maaş stabil maaş. Amma altı bazar 11-də işdən çıxıram deyə mənə 5 manat taksi pul verirlər. Düşündürücü. Hər altı bazar bunu edirlər. Sən 5 manat taksi verən deyilsən, nəyə görə? Metro 12-də bağlanır. Deyək ki, metroya çatdım, 20 yanvara çatdım, oradan sonra yəni taksiyə minməliyəm, avtobus işləmir. Maaş da fiks maaş 450-dir. Targov filialı ən çox satış olan filial olduğu üçün, belə satıcılarda da bonus olduğu üçün minimum 600-700 alırmışam ayıma. Aha. Öyleymiş işte. 3-cü gündə işə başlayıram guys. Gün verirəm, bütün səsim getmişdir. Mikrofon açılmayıbsa, yəni Yəni əziyyət çəkib bu qədər danışdım, yoxsa evdə bir də danışmalıyam. Nəysə, söndür. Kapaton. 2 il ərzində ilk dəfə pazlanırıq. Hazır mısın? Hazıram. Yəni. Özü, amma bu gün məncə az adam gəldi. Çok rezil olmayalım ya. Hayda. İnşallah o qədər də yadında qalmamışdır. Məncə qalıb yəni. Bence de. Hiç Yəni unutmaz. net qalıb. Ola bilər elə şeylər. Kaçamadım. İyi ki bırakmadın peşimi. Ayşen cosplay. Ayşen de bütün vloglarda oxuyur. Buradan sonra gedəcəm Ağşəhərə. Bacımın məzun çəkiliş var. Mən də onların yanına gedəcəyəm. Yine bundan almışsan sen. Çox Keçən kötü, dəfə çok kötü, beğenmemiştin. çok kötü. Yine niye Heç nə almışsan? bişmə heç bir şey yox idi. Mən çox tez gəlmişdim bugün. Salak. Getdim xalanın yanında artist video falan çəkəcəkdim. Gördüm xala heç bir şey bişirməyib. Denize doğru gel Rüzgar esince gel Günaydınlar. Ayşen gözləyirik. Saat 7-yə qalır. Ayşənə görə 20 dəqiqə orada gözləyirəm. Son dərs gündür. Ona görə gec getməyə məncə haqqım var. Ümid edirəm qayıb yazmazlar çünki limitdəyəm. Yazmayacağına güvənirəm o müəllimin. 4 dərsim var. Hamısına limitdəyəm deyə, yəni məcbur girəcəm. Yox, birinə girməyə bilərəm. Bir dənəsində limitdə deyiləm. Acımdan ölürəm. Dünən də heç nə yeməmişəm. Dünən sadəcə Gənclikdə KFC-də oturmuşdum. Dünən evə onun yarısı gəlmişdim. Yəni what the fuck da. Mən onun yarısı gəlmişdim. Ölürdüm yorğunluqdan və Ayşənlə dedim, Aytən ama. Ayşənlə dedim PUBG oynayaq. Saat 1-ə işləyirdi biz bitirəndə. Yəni az yatmışam, ona görə oyana bilmirdim. Təcil şəkildə universitetin yanındakı bakerdən gedib özümə nəsə almaq istəyirəm yeməyə. Şöyle bir bayılacağım şuraya. İkinci kursun ikinci semestri çox blok atanmadım. Onun fərqinə var. Niye elə oldu? Mən tanıyanlar bilir. Niye elə oldu? Yəni boş verin oraları. Nəysə biraz Ayşən gözləyim. Yəqin ki gələr. Köynəyimi təzə almışam baxın. Yəni heç yerdə görməyəcəyiniz fərqli bir cropdur kendisi. Amma qəhvəyi rəng. Mən bu il başa düşdüm ki, mən qəhvəyi insanıyam. Qəhvəyi rəngi çox xoşuram. Bundan da belli olur. Heç çıxartmıram. Nəysə belə. Başqıma baxın. Şöyle. Biraz bekleyeyim Ayşen gelsin. Çabuk ol Dökülen yaprakları dikelim Kış olur ve düşman Durma buralarda Çabuk ol Şəxsən sənlə maraqlanacaq bölümünü çalmışsın. Yapıştık evi. O su bağlanan sağ Salam. Sizi sevirəm. İmtahanda mən uğurlar arzulayın, yorumlar oxuyacağam, gözləyirəm. Ekleyin bunu lütfən. Zəhmət olmasa get bir baxsan.
Gedirik ki, şeydir. Mənə qabağına qaçıb aparır şeydir. Hə, baxın. Göstərmə, göstərmə, tamam. Rezillik. O qısımda. Yola saygı Mən yox. çıxıb uzanaram. Burada yer yoxdur, gətir çək bunu. Burada yer var məsələn. Mən burada çıxıb otura bilərəm. Bu qabı çevirib oturmaq olar üstündə. Məsələn. Torpaq var ya burada. Belə də otura Siz bilərsiniz oxumaq belə. istəmirsiniz. Amma mən istəyirəm mənə. Oxuyana saygı yoxdur bu universitetdə. Bu nədir? Bu nədir müəllim? Burada boşa bilərəm. Anar müəllim, ara baxsın. Mən deyib göndər dərs olmaz. Nə? Dərs olmaz. Denize doğru gel. Rüzgar esince yer. Çabuk